Salam, mən Məmmədova Ləman Vaqif qızı. Mən kitablarla inkişaf edə layihəsinə qatılmışam və əlimdə gördüyünüz kitab Zahid Xəlilin yazdığı Şəkərabad şəhərinin uşaqları adlı kitabdır. Zahid Xəlil indiyə qədər bir çox kitab yazmışdır. O 1942-ci ildə anadan olmuş və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qarışqalar və yaxud da göydən düşmüş 3 alma kimi kitab yazmışdır. Onun yazdığı kitablar əsasən uşaqlara aid kitabdır. Ən sevdiyim kitab isə Şəkərabad şəhərinin uşaqları adlı kitabdır. O kitabın içərisində bir çox nağıl və hekayələr vardır. Ən sevdiyim nağıl isə Güllü Çorab adlı nağıldır. Bu kitabın bir nağılın içərisində Lalə və Yasəməndən bəhs olunur. Yasəmən ona bir kitab hədiyyə edir. Lalə isə ona sentyabrda 14-də açılacaq məktəb üçün ona bir corab verir və bu corab anasından ona hədiyyə olan bir corab idi. Bu kitabı oxumağınızı hamınıza tövsiyə edirəm. Çox gözəl bir kitabdır. Sağ olun.